Salam, əziz uşaqlar. Biri var idi, biri yox idi. Bir Sədaqət Marif adlı müəllimə var idi. Bəs indi nə oldu? Hanı o Sədaqət müəllimə? Elə indi də var. O İncəsənət Gimnaziyasının teatr şöbəsinin müəllimidir. O zaman Sədaqət müəllimə bir-birindən maraqlı tədbirlər hazırlayardı. Tarixi günlər, bayramlar, yaradıcılıq gecələri. Mikail Müşfiq, Aşıq Ələsgər, Nüsrət Kəsəmənli, Vahid Əziz, Baba Nəziroğlu, Ələkbər Taxir, Aygün Səmədzadə, Elsa İbrahimova, Tofiq Quliyev kimi, Aqil Abbas kimi sənətkarlara həsr olunmuş yaradıcılıq gecələri keçirirdi. Bu yaradıcılıq gecələrindən kimlər gələrdi, kimlər iştirak edərdi? İncəsənət Gimnaziyasının müəllimləri, mədəniyyət işçiləri, İncəsənət xadimləri, gimnaziyanın şagirdləri, rəqs şöbəsinin, musiqi şöbəsinin şagirdləri, sənətkarlarımız, xalq artistləri, bəstəkarlar, şairlər, daha kimlər? Nənə, bunlar hamısı sənətkardır. Bunlar hamısı kimləri ki görürsən, mənim cırtdan balam, gözəl balam. Bunlar hamısı bizim sənətkarlarımızdır. Sədaqət Marif həmin bu sənətkarlarla İncəsənət Gimnaziyasının şagirdlərini tanış edərdi. Onlar haqqında danışardı, məlumat verərdi. Onların yaradıcılıq günlərini, gözəl günlərini təşkil edərdi. Yaxşı. Gəl biraz da baxaq. Baxaq nənə, baxaq. Bir gündə heç bilirsən nə oldu? Nə oldu nənə? Nə oldu? Sədaqət Marif kukla teatrı yaratmaq qərarına gəlir. Oyda, teatr. Sən də teatrı sevirsən, cırtdan. Əlbəttə sevirəm, çox sevirəm. Əlbəttə sevməlisən. Axı sən özündən ağıldan gəlmirsən. Bəli. Mənim gözəl balam. Kukla teatrı yaratmaq qərarına gəldi. Bəli. Əvvəl ətrafına müəllim yoldaşlarını topladı. Dilarə Hüseynova, Aysin Fikrət, Ülviyə Vəlizadə. Sonradan bu gözəl işi uğruna bir çox müəllimlər, teatr şöbəsinin müəllimləri yeni obrazlar gətirdilər. Ruhiyyə Eyvazova, Aygün Bağırova, Elman Əliyev, tamaşaların rəssamları Rıza müəllim, Oqtay müəllim də gözəl rəng qatdılar. Rəqs şöbəsinin müəlliməsi Günel Eynullayeva hətta bir dəfə Günel müəllimi özü canavar rolü oynamışdı. Doğrudan. Çox gülməli idi. Sonra Sədaqət müəllimi ilk teatrın kuklalarını Dövlət Kukla Teatrının rəhbəri Rəşad Əhmədzadənin köməyi ilə əldə etdi. Beləliklə, 2013-cü ildən bugünə qədər Kukla Teatrı yeni tamaşalarla uşaqları sevindirməyə başladı. Sonra teatra bir neçə kukla sifariş etdi. Hələ onda şagirdlər kukla oynada bilmirdi. Onları tanıştıra bilmirdilər. Müəllim
digər şagirdlərə dublör kimi çalışırdı. Doğrudan. Çətin idi, çətin. Amma alınırdı. Bir-birinin ardınca yeni tamaşalar göstərirdi. Tık-tık və Maus, Seycan və Erican, Cırtdanın sərgüzəştləri, 7 rəngli top, sehirli xoruz, hiləgər siçan, Məlik Məmmədin nağılı, Fədakar ana, Cik-Cikin nağılı, Məngülümün sərgüzəştləri, Göyçək Fatma, Sihirli çubuq və daha hansı tamaşalar? Nene, ilk tamaşa hansı oldu? Hə, indi deyim. İlk tamaşamız Tık-tık və Maus idi. Tık-tık qadın. Görəsən o özünə dost tapdı. Əlbəttə tapdı, əlbəttə tapdı. İncəsənət Gimnaziyanın bütün şagirdləri onun dostudur. Neden? Ve sonra? Hə, indi tamaşaya baxaq.
Arın çekerler. Onda ne razıyım, ben dostlarım. Bunlar azizim tıktı, canım gözüm tıktı. İkinci tamaşamız ise çok maraklıydı. Ercan ve Sevcan. Hiçbiri akşamlar bu tamaşanı nece çok sevdiler. Doğruda. Nece? Hep tamaşaydı. Yine sana bir nahıl diyeceğim. Hansı nahıldı ki orada analıqlı balaca qızcığazın əl ayağını bağlayıb təndirə salır. Tapdım, Gülçin Fatma. Ay sağ ol mənim ağıllı balım. Düz tapdım. Mənim ağıllı cırtdan babam. O biri tamaşamızın adı əgər bilsən nə idi? Neydi? Cırtdanın sərgüzəştləri. Benim. Hə, hələ yadındadır. Onda sənin 7 rəngli topun var idi. Sən də onu itirib zar-zar ağlayırdın. Ağlıyordum.
Nene, Hə. hangi cüttanlar, 2000 cüttan gördüğümde ne oldu onlar? O cırtdanlar getdilər topaqdan. Hansudur? 7 rəngli topu. Nene bak cüttan. Hadi sen, Cırtdan yoxdur. Yedi. cüttan hadi sen. Sana korna. Onlardan. Nene, Gizlen. Bir qərb get axtar. Cırtdan burada yoxdur. nene bak nene. Basın yerin Görün cüttan var. Heç bilsəm də sənə yerini demərəm. Yoksa Çıxıb gedib. ben tapım sen baba. Ay tapdın ha. Özelliklerden Allah'a Sonra tamaşalar Kaçmaz televizyada göstərildi. Hətta 12 nömrəli xüsusi internat məktəbində göstərildi. Müəllimlər Xalidə Quliyeva, Səadət müəllimə, Aygün müəllimə, gimnaziyanın teatr şöbəsinin şagirdləri də bu işə qoşuldular. Şagirdlərimiz Məhəmməd, Murad, Müşabə, Ənvər Paşa, Zəhra, Davud, Turab, Rıza, Mehdi və bir çox digər şagirdlərimiz. Bu adlara çox uşaqlar əlavə etmək olar. Əlbəttə bu tamaşalar İncəsənət Gimnaziyasının şagirdlərinin sevimli tamaşaları oldu. Heç bilirsən, Tıxtıq xanım ilə başlayan kukla teatrı uşaqlar hələ onda kuklaları oynada bilmirdilər. İndi şagirdlərimizin ifasında Tıxtıq xanım ilə davam edir. Heç bilirsən, bir nağıl var, mən sənə onu deyim. Deyim, o hansı nağıldır ki, keçi deyir ki, boynuzumda ot gətirmişəm. Bilirəm, şən gülüm, mən gülüm. Düz tapdım.
uşaqların sevimli tamaşası oldu. Fırla Teatrının nağılı Tıxtıq xanımla başladı. Ve Tıxtıq xanımla da güzel şagirdlerimizin ifasında devam edecek. Bugün Əntiqə balamız da elə güzel Tıxtıq xanımlarını oynuyor ki, gördüğün cıhtan bugün biz bu iller arasında uşaqları sevindiren Kukla Teatrının öz nağılını danıştık. Bu nağılı bizə güzel aktrisamız, güzel rejissorumuz, tiyatro şöbəsinin istedadlı müəllimlərindən biri olan sevimli müəllimimiz Sədaqət Marif yaşatmışdır, danışmışdır. İndi bu güzel rejissorumuzu səhnəyə dəvət edilir. Buyursun Sədaqət Marif. İnşallah. Başardığımız karşımıza beni tamaşalarında. Aslında yakamam. Benefis yazdığımız bu gece bizimle birlikte çalışan, halası da aramızda olmayan Dilara Hanım'a, Dilara Hüseyin'e ithaf olur. Dilara Hanım ilk günden bir tiyatro yarananla bizimle birlikte tamaşa kurdu. Müzik tedbirlerde çok güzel desteğini gösterdi. Aynı zamanda ben bu tedbirlerin hazırlamasında ilk günden ilk güne kadar benim yanımda olan Aysel Fikret'i burada davet edilmek istiyorum. Aydın Bahtiyar'ın teşekkür ediyorum. Oktay Bey'ine, İsa Bey'ine, Emre Bey'ine. Başta hatta hanım olmakla, icra hanım olmakla. Bize kötü olan bütün müəllimlərə öz təşəkkürünü bildirəm. Kimləri adını da bilərlər, yəni məni başlayaq. Bura uşaqları dəvət edək. Bu gözəl uşaqlar artıq 3 ildir bu kulalarının yanında və sizin tamaşa gəl uşaqları buraya almışlar.
ve yeni uşaqlar dəvət etməylə gözəl tamaşalar olacaq. Yeni tamaşalarla görüşübdə gələcəyik. Çox təşəkkür edirəm, müdüriyədən bizə bu şərait yaradıq. Kukla teatrı var. Bilirsiniz, siz onların tamaşalarına baxmısınız. Baxmısınız. Sədaqət xanım həmən bu işə həmişə rəhbərlik edib və onun çox yaxşı bir sözü oldu. İnşallah öz binamızda, İnci Sənət Gimnaziyasının binasında təmirdən sonra biz yeni nağılları tamaşaya qoyacağız və sizinlə bir yerdə onları tamaşa edəcəyik. Kukla teatrı bu çok çetin bir işti. Ve indi Sədaqət xanım da bildirdi ki artık bizim şagirdler kuklalarla özleri onları idare edebilirler. Belki de siz de 5. sınıftan sonra tiyatro şöbesinde orada daxil olacaksınız, öz sənətinizi orada inkişaf etdireceksiniz ve kuklaları siz oynatacaksınız. Odur ki biz size büyük uğurlar arzulayırıq hamınıza. Emeğiniz çok büyüktür. Gelin bir alkışlayalım onları. Yeni işler, yeni uğurlar. Adın könüllərə bəzəyidi, ürəklərdə yerin var. Hər xatirən bir işıqdır, sönməyən bir iz. Dünya bir pəncərəymiş, hər gələn bir gün kökər. Səndən bizə gülüşlərin, xoş sözlərin qaldı. Dilarə, sən qəlblərin ən əziz bəzəyiydin. Hər kəsin dünyasında bir sevgi mələyiydin. Zaman keçsə də belə unudulmaz o adın. Sən bizim ruhumuzda ən şirin xatirəsən.